Onlardan biri Əbu Əyyub Ənsari. Əbu Əyyub Ənsari hal-hazırda məzarı İstanbuldadır. Məşhur bir ziyarətgahdır. Peyğəmbərin əziz səhabələrindən olub. Peyğəmbərimiz Məkkədən Mədiniyə hicrət edəndə ilk dəfə onun evində qaldı. Bütün özü, anası Həzrəti Peyğəmbərimizin xidmətində oldu və evi qoydu Peyğəmbərimizin ixtiyarında. Peyğəmbərin görüşünə gələn bütün insanlar hamısı Əbu Əyyub Ənsarinin evində Peyğəmbərlə görüşərdi. Bu Peyğəmbərin zamanında. Amma biz istəyirik ki, Həzrəti Əli əleyhissalama sadiq qalmağı barəsində və Həzrəti Əli əleyhissalamın həqiqi şiə olmağı barəsində işarə edək. Buyururlar ki, Peyğəmbər dünyasını dəyişəndən sonra Səqifə məsələsi irəli gəldi. Səqifə əhli ilə müxalifətçilik edən şəxslərdən də biri həmin bu Əbu Əyyub Ənsari idi. Əbu Əyyub Ənsari Siffin döyüşündə iştirak elədi, Cəməl döyüşündə iştirak elədi, Nəhrəvan döyüşündə iştirak elədi, böyük rolu olmuşdu. Hamısında da Həzrət Əli əleyhissalamın xüsusi bir sərkərdəsi kimi. Baxmayaraq ki, yaşı çox idi, amma Həzrət Əli əleyhissalamın, necə deyərlər, fədakarı idi. Yəni Həzrət Əli əleyhissalamın yolunda özünü fəda edirdi. Əlbəttə deyirlər ki, Həzrət Əli əleyhissalamdan sonra da yaşadı, İmam Həsən əleyhissalamın zamanında yaşadı. Hətta Əməvilərin hökumət dövründə dərk elədi. O zamanlar Rumlularla müharibə eləyəndə xəstələnir və o vaxt Qostantaniyyə deyirdilər, indiki İstanbuldur. Orada dünyasını dəyişir, orada da dəfn olunur. Hal-hazırda da İstanbula gedənlər, o müsəlmanlar gedib onu ziyarət edirlər. Allah rəhmət eləsin.